İlk öncə Neftçi komandası təşəkkürümü bildirirəm. Gözəl oyun alındı. Təbii ki də 19-cu çempionluğumuzu rəsmiləşdirdiyimizə görə çox sevincliyəm və başda məşqçilər, staf heyəti olaraq oyunçular hamıdan təşəkkür edirəm. Çox sevincliyəm. Əlbəttə, Neftçi komandasına qarşı tamam başqa cür hazırlaşmışdıq. Çünki çox çempion olmaq istəyirdik. Bilirsiniz ki, yəni start, yəni başlanğıcı biraz pis başladıq, büdrüyürdük. Şükür Allaha ki, məqsədimizə çatdıq. Ümumi olaraq gərgin mövsüm keçdi. Hətta deyərəm ki, Araz komandası üçün, Araz adından danışsaq, yəni bizim üçün biraz gərgin keçdi. Düzdür, bilirsiniz ki, yəni Bakı komandası, Neftçi komandası ilk turlarda xallarımızı itirdik. Düzdür, çətin olsa da qələbə qazandıq və çempionluğumuza rəsmiləşdirdik. Hal-hazırda onu, yəni məşqçilərə buraxıram deyərdim. Çünki bizim əsas məqsədimiz çempion olmaq idi. Şükür Allah'a olduq. Onunla indi inşallah irəlidəki zamanda fikirləşərik. Qanətdir, yəni onu da yəni məşqçilər heyətinə, azarkeşlərə, qırağdan baxan insanlara buraxıram. Yəni mən özüm haqqında heç nə demək istəmirəm.